Salam uşaqlar. Mövzumuz mənfi və müsbət ədədlərdir. Ədəd toxumda sıfırdan sağda müsbət ədədlər 1, 2, 3, 4, 5, solda isə mənfi ədədlər mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 yerləşir. Deməli biz sağ tərəfi müsbət sonsuzluğa qədər, sol tərəfi isə mənfi sonsuzluğa qədər davam elətdirə bilərik. Gəlin ədədlərin müqayisəsinə baxaq. 3 və 5 ədədi. Bilirik ki, 3 5 ədədindən kiçikdir. Bəs mənfi 3 və mənfi 5 ədədlərinin müqayisə eləsək. Mənfi ədədləri müqayisə edəndə modulu kiçik olan, modulu böyük olandan böyükdür. Yəni mənfi 3 böyükdür mənfi 5-dən. Çünki mənfi 3 sıfıra daha yaxındır, nəinki mənfi 5. Ona görə də mənfi 3 mənfi 5-dən böyükdür. Gəlin indi mənfi 7 və 0 ədədini müqayisə eləyək. Deməli 0 bütün mənfi ədədlərdən böyükdür. 1 bütün mənfi, məsələn mənfi 99-dan böyükdür. Çünki müsbət mənfi ədədlərdən böyükdür. İndi isə misallara baxaq. Mənfi 9 üstə gəl 12. Gəlin bu misala baxaq. Bu mənfidir, bu müsbətdir. 12 nədir? Müsbət. 9 nədir? Mənfi. 12-dən 9 çıxsaq cavab olacaq 3. İşarəsi də böyük ədədin işarəsi 9 12-dən kiçikdir. 12-nin işarəsi müsbətdir, ona görə də 3 müsbət olur. 18 üstə gəl mənfi 11. Gəlin yazaq 18 mənfi ilə müsbət mənfi eləyir. Çıx 11. Olacaq 7. 18 böyük olduğu üçün böyüyün işarəsi müsbətdir. 7 olacaq müsbət. Mənfi 47 üstə gəl 50. Deməli böyük ədəd mənfi ilə müsbət deməli çıxacağıq. Böyük ədəddən kiçiyi çıxacaq, böyüyün işarəsini yazacaq. Yəni 50-dən 47-dənə çıxacaq. İşarəsində nə yazacaq? Müsbət, çünki 50 nədir? Müsbətdir. Cavab olacaq müsbət 3. İndi isə 2 mənfi ədədin toplanmasına baxaq. Mənfi 8 çıxılsın mənfi 12. Çıxılsın 12. Bu demək ki, bu mənfi 8 və mənfi 12. Bunların hər ikisi mənfi olduğu üçün onları toplayıb, işarəsində mənfi yazırıq. Hər ikisi mənfi olduğu üçün mənfi yazırıq. Mənfi 100 çıx 40. Hər iki işarəsi mənfidir. Mənfi yazırıq və toplayırıq. 140. Mənfi 140. İndi isə bu ədədlərin vurmasına baxaq. Mənfi 2 vur 7. Biri mənfidir, biri müsbətdir. Ona görə olacaq mənfi 14. Əgər hər ikisi mənfi olsa, mənfini mənfiyə vuranda müsbət eləyəcək. Cavab olacaq müsbət 14. İndi isə bölməyə baxaq. 16 bölək mənfi 4-ə. Deməli, bu müsbətdir, bu mənfidir. Müsbəti mənfiyə böləndə cavab eləyir mənfi. 16-nı 4-ə böldük, mənfi 4. İndi isə hər ikisini mənfi yazaq. Mənfi 16 bölünsün mənfi 4-ə. Mənfini mənfiyə böləndə eləyir müsbət. Cavab olacaq müsbət 4. Belə uşaqlar.